Demir yumruğuymuş. Ne bileyim neymiş. Öz halkına divan tutur, başka halklara yardım edir, özünü yaxşı göstərir. Ermənistanda uşaq pulu fantastik. Gürcüstanda 100 manat səhv eləmirəmsə uşaq pulu. Bir uşaq pulu 100 manat. İranda 70 manat. Hansı ki Gürcüstanda 100 manatdan bilirsiniz də. Gürcüstanda 100 manatı xərcləmək Azərbaycanda 300 manatı xərcləməyə bərabərdir. Üstəlik sağlam məhsula. İranda 70 manat. İranda 70 manat uşaq pulu 2 ton yanacaqdır. İranın 70 manat verdiği pul 2 ton yanacaq. Yani İran bizde 2000 manat. Yani bizde 2000 manat verilməlidir. İranın yanacaq üzerinden götürsək, İranın 70 manatı bizim 2000 manat. Neyse çok uzatmıram. Daha doğrusu çok elə uzattım bu Paşinyan meselesini. Vəziyyət gərgindir. Paşinyanın dünənki çıxışlarına bir neçə gündə çıxışına baxıram eşeği ölübdür. Pipi sallanıbdır. Daha o demir belə eləyən Paşinyan yoxdur da. Sizi divarlara çırparam deyən Paşinyan yoxdur. Xoruzunu alıblar qoltuğunu. İndi baxın. İndi sizə demir yumruq olduğunu İlham Əliyev olmadığını Paşinyanın seçimine qədər və seçimindən sonra görəcəksiniz. Bu nəyin nəsidir? Nə tər yumruqdur? Bu demir yumruğu. Nə arvadını, dalını qumara qoyan prezident olan değil mi? Arvadını qumara qoy prezident olan değil mi? Trump kimi adamları Epstein də çəkdilər, qoydular prezident. İlham Əliyev kimiləri də Epstein də çəkdilər. Amma Epstein də Amerika çəkdi, İsrail çəkdi. Amma Putin çəkməməli idi. Evet, Türkiyənin devləti çəkməməli idi. Lütfi Topan bunun arvadını özünü şeyləmədi. Ki, o demir yumruq bilirsin nədir? Xalqın başına çalınan yumruqdur. Xalqın bütün sərvətindən istifadə edir, polisini saxlayır, 100 minlərlə, dalını qoruyan 300 min ordu saxlayır. Xalqın başına belə yumruqlatdırır, demir yumruqdur. Sən Ermənistana, Erməni üçün demir yumruqsan sən. Demir yumruq bilirsiniz də nədir dəyərləmədən? O vaxtı Süleyman Demirel gətirib bunları hakimiyyətə. Süleyman Demirel. Demirel Şamiyanın o biri bacısı oğludur. Yəni Heydər Əliyevlə xala uşağıdır. Süleyman Demirel, yəni demir yumruq, Demirel. Onun adını əbədiləşdirmək üçün belə elədilər. Şamiyanın, İlham Əliyevin Şamiyandan qalan ən əziz adamıdır, ağsaqqalıdır Süleyman Demirel. Neçə və gizli görüşürlər Türkiyədə, xəbəriniz varmı? İndi Demirel, nə Demirel dedəcəksən? Ermənistana bütün yanacağı verirsən. Neçə verirsənsə 67 qəpiyə satılır orada. Ayı 95 səviyyəsində olan yanacaq. Un verirsən, dəm verirsən, dərman verirsən, ərzaq verirsən, yanacaq verirsən, mazot verirsən, qaz verirsən, ay İlham Əliyev erməniyə. Demək olar ki, pulsuz verirsən. Ay İlham Əliyev. Sən erməni üçün demir yumruq, demir əl sənmi ki sən? Sən xalqın başına yumruq qoyan, ona görə demir əl deyirsən, baba, Türkün başına yumruq qoyacaqsan. Və salam. Dərləmədələrin gözünüz aydın olsun mu deyim, olmasın mı deyim, Ermənistanda seçim gəlir. Xalqımızın firavanlığı, xalqımızın ərazi bütövlüyü, xalqımızın xoşbəxtliyi, xalqımızın nə bilim müharibədən uzaq olub xoşbəxt yaşaması, bütün suverenliyimiz, ərazi bütövlüyümüz, devlətimiz, devlətçiliyimiz, balalarımızın qanı, canı hamısı Paşinyana borçluymuşuq. Paşinyan geçsə müharibə başlayacaq. Adama deyərlər, kapitülyasiya eləyən ölkə 5 il özünə gələ bilməz. O erməni bu gücü hardan alır? Demək ki, İlham Əliyev Paşinyandan asılı olan bir sümsüktür. Demək ki, Paşinyan seçilməsə, Kaçaryan gəlsə, demək ki, Rusiya Ermənistanın dalında durub bizi basa bilər. Bizim üzərimizə gələ bilər. Ən azından elə olmayacaq. Mən deyimdə birdən-birə belə hayla buyla gəlməyəcəklər. Deyim nətər olacaq? Orasında deyim mi? Gəlin deyim. Paşinyan vızqırdır. Gəlir Kaçaryan, İlham Əliyevin Heydər Əliyevin xalası olur. Hər şey başlayır hardan? Heydər Əliyev üçün Naxçıvanda görüşmüşlər Kaçaryanla. O sərhəddə, oradan başlayır. Hər şey geri qayıtdı. Baxın, dəyərlən vətənlər. İndi nə olacaq? Dostlar, qardaşlar, nə olacaq? Sırası ermənilərin Qarabağa qayıdış prosesi bu günə kimi niyə ləngidiblər? Ermənilərin Qarabağa qayıdış prosesi. Kaçaryan gələcək. İlham Əliyev, səni minərəm deyəcək. Rusiya oturacaq o stola. Paşinyan gələcək. Oturacaq o stola. Və salam. Qarabağ erməniləri qayıdır. Onların erməni dilində təhsili. Onların mühafizəsi üçün erməni polislər. Onların sərbəst firavan yaşayışı. Onların sərbəst getməsi üçün Laçın-Kəlbəcər koridoru 30-35 kilometr enində. 2 rayonun yarısını da verdilər erməniyə. Belə bir şey olacaq. Bəli. Azərbaycan devlətimizin içində bir devlət quracaqlar. Onda mən də deyəcəm, ay talışlar, qalxın ayağa. 50 min erməni necə öz dilində oxuyur, siz 100 minlərlə talış öz dilinizdə oxumursunuz. Deyələmədim. Hər neysə, yəni belə bir şey yaradacaqlar. Devlət içində devlət, qalan hər şey batdı, getdi. Biraz da radikallaşarsa, gələcək nəsillər üzərindən anamıza ağlar qoyacaqlar. Necə deyərlər, hər zaman ərazi iddialar, hər zaman nələr, daha nələr. Bax belə. İndi, o üçün xoşbəxtliyimizi, firavanlığımızı, ərazi bütövlüyü, çox şeyimizi, yalancı da olsa, Qarabağın yalancı da olsa azadlığını biz Paşinyana borçluyuq, Paşinyana. Paşinyan getdisə, Qarabağ da getdi, azadlığı da getdi, müstəqilliyimiz, firavanlığımız hamısı getdi.
Bir Paşinyana borçluyuq biz. İlham getsə problem deyil. İlham getsə problem deyil. Qarabağ müharibəsindən nələr daha da şərəfli adam gələcək. Amma Paşinyan getsə bizim üçün problem yaranacaq. Baxın, ona görə mənim xalqımın böyük bir hissəsi Paşinyanı sevir. Ona görə biz Paşinyanla nəfəs alırdıq. Neyse Paşinyanı qoyduq qırağa, Paşinyan üçün vəziyyət ciddidir, Paşinyan üçün vəziyyət ağırdır. Din, kilsə hamısı birləşdi, müxalifət birləşdi. Sarkisyan da deyir, prezident olacaq, Kaçaryan baş nazir, aləm deyək bir-birinə, Rusiyanın dəstəyini alıblar. İndi fırtına, qırğın başlayacaq, aləm deyəcək bir-birinə. İndi də mitinglərinə baxıram, necə radikal, necə dəhşətli mitinglər eləyirlər və s. Dalına baxaq. Keçən indi Paşinyanla tutardıqmı? Yəni bizi böyük təhlükə də oradan gözləyir demək istəyirəm. İndi keçək bu tərəfə. Keçək hara keçək? Allah eləsin Paşinyan seçilsin. Allah eləsin Paşinyan, onsuz da İlham gəbərəcək. Onsuz da İlham gəbərəcək, narahat olmayın. Amma Allahınıza çağırın ki, Paşinyan devrilsin. Paşinyan devrilməsə halimiz yaman olacaq. Bax deyirəm sizə.